Bismillah, elhamdülillah, esselatu vesselam ala Resulillah, əmə bəd. Esselamu aleykum və rahmetullah və berekatuhu. Açıq əsil məsələlərdə təkfir yalnız alimlərə aiddirmi? Şübhəsinin üzərində inşallah zikr edəcəm. Bu məsələ yalnız elm tələbəsinə, yaxud elmdə dərinləşmiş insanlara xas deyildir. Əksinə bu məsələdə Allah-u Teala'nın hökmünü bilmək hər bir müsəlmana fərzdir. Küfr hökmünü küfr edən şəxsə indirmək üçün hər hansı bir alimə ehtiyac yoxdur. Misal olaraq, açıq olan böyük şirk belədir. Allahdan başqasından yardım istəmək və ya Allahdan başqasına qurban, nəzir, təvaf, dua kimi hər hansı bir ibadətin növünü sərf etmək, eyni ilə bir bütə səcdə etmək kimi hallarda hökm vermək üçün tamamilə heç bir alimə ehtiyac yoxdur. Çünki müsəlman və muvahid olan bir kimsə bu kimi şeylərin böyük küfür və böyük şirkin növlərindən olduğunu bilmirsə, əgər tağuta necə inkar edə bilər? Tağutu inkar edildikdə bununla qəsd olunan boş bir söz deyildir. Bununla qəsd olunan şey mənadır və qul mütləq bunu olaraq yerinə yetirməlidir. Belədirsə, İnsan Allaha edilən dua ilə bir başqasına edilən duanı bir-birindən ayrı edə bilmirsə, ilki Allaha ibadət etmək, ikincisi isə Allaha şərik qoşmaq ikən burada fərqi görə bilmən insan necə tövhid üzərində ola bilər? La ilahe illallah sözün mənasını bilmədiyi müddətcə tövhid üzərində olması qətiyyən mümkün deyildir. Bu söz Allahdan başqa haqqı ilə ibadət edilən məbud yoxdur mənasını daşıyır. Bunun lazımı və mənası budur. Allahdan başqasına ibadət edildiyi zaman bu böyük şirkdir. Bu məsəl həm alim, həm də sıravi müsəlmanlar üçün dində bilinməsi zəruri olan şeylərdəndir. Bu cür məsələlərdə hökm verərkən öncədən hər hansı bir alimə danışmaq və ya fətva almaq lazım deyildir. Bir kimsənin Allahdan başqasına kömək istəyən görən hər kəs bu kimsənin kafir olduğuna inanmaq vacibdir. Eyni ilə hər hansı bir ibadətin növünü Allahdan başqasına edən birini görən hər kəs təkfirin şərtlərini və maneələrinə baxmadan bu kimsənin kafir olduğuna inanmaq vacibdir. Bu məsələ zikr etdiyimiz kimi yalnız elm tələbələrə xas deyildir. Əksinə la ilahe illallah mənasını bilən, ona inanan və nəhyə eyni ilə hər hansı bir ibadətin növünü Allahdan başqasına edən birini görən hər kəs təkfirin şərtlərinə və maneələrinə baxmadan bu kimsənin kafir olduğuna inanmaq vacibdir. Bu məsələ zikr etdiyimiz kimi yalnız elm tələbələrinə xas deyildir. Əksinə la ilahe illallahın mənasını bilən, ona inanan və nəyə işarət etdiyini bilən hər bir müsəlmana aiddir. Günümüzdəki batil əhlinin məşhur şübhələrindən biri olan biz insanları təkfir etməklə mükəlləf deyilik və Allah bizə bunu əmr etməmişdir şübhəsinə cavab. Bu yalan və Allaha qarşı atılmış bir iftiradır. Allah Subhanahu wa Taala insanları bəzisini kafir, bəzisini isə müsəlman olaraq xəlq etmişdir. Necə ki Allah Subhanahu wa Taala bu barədə kitabında buyurmuşdur. Sizi yaradan odur. Kiminiz kafir, kiminiz də mömindir. İslamda hər hansı böyük bir şirk və açıq bir küfr edərək dindən dönən insan təkfir etmək vacibdir. Necə ki Allah Subhanahu wa Taala bunu ayəsində əmr etmişdir. Dey ey kafirlər! Şeyxülislam Muhammed bin Abdülvahhab rahimehullah demişdir. Sən ey Allahın özünə İslam'a nemət verdiyi və Allahdan başqa bir ilahın olmadığını bildirdiyi kimsə əsla zənn etmə ki, bu haqdır. Mən ondan qeyri hər bir ilahı tərk edirəm, amma müşriklərə qarşı gəlmirəm və onlara haqqında bir şey demirəm. Dediyin zaman bu sözlərlə səni İslam'a girməyin hasil olacaq. Əksinə, onlara və onları sevənlərə buğz etməyin, onlara ağır sözlər deməyin və düşmənçilik göstərməyin labüddür. Necə ki atan İbrahim aleyhisselam və onunla birlikdə olanlar demişdir. Həqiqətən
Biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi təkfir edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daima ədavət və nifrət olacaqdır. Ha belə Allahu Teala buyurmuşdur. Kim tağutu inkar edər, təkfir edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Həmçinin digər bir ayədə Allahu Teala buyurmuşdur. Biz hər ümmətə Allaha ibadət edin, tağutdan uzaq olun deyə elçi göndərdik. Əgər bir insan, mən Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi oluram və o haqq üzrədir, amma Lat uzaya qarşı çıxmıram və Əbu Cəhil və bənzərlərinə qarşı çıxmıram. Onlarda mənə nə deyərsə, onun İslamı səhih deyildir. Həmçinin İmam Rahimullah başqa bir yerdə belə demişdir. Allah, qardaşlarım, dininizin əslinə möhkəm sarılın. Başından sonuna, təməlinə, ən üstün ki, o da la ilahe illallah şəhadətidir. Onun mənasını bilin və onu sevin. Onun əhlini də sevin. Onlar uzaqda olsalar belə qardaşlarınız olaraq görün. Tağutları inkar edin. Onlara düşmənçilik bəsləyin. Onları sevənlərə, onları müdafiə edənlərə, onları təkfir etməyənlərə, onlardan mənə nə deyənlərə, Allah məni onları təkfir etməklə mükəlləf etməyib deyənlərə kin bəsləyin, buğz edin. Bunu deyən Allaha qarşı yalan uydurmuş və ona iftira atmışdır. Əksinə Allah-u Teala onu bununla mükəlləf etmişdir. Onları inkar etməyən, hətta qardaşları və ya övladları olsa belə, onlardan bəri olmağı onların üzərinə fərz etmişdir. Allah, dininizin əslini möhkəm sarılın. Ola bilsin, sizlər şirk qoşmamış halda Rəbbinizə qarşılaşarsınız. Allahım, canımızı müsəlman olaraq al. Bizi salihlərin zümrəsinə qat. İmam Muhammed İbn Abdülvahhab Rahimullahın övladları olmuş digər dəvət imamları Şeyx Hüseyin və Şeyx Abdullah Rahimullah belə sual verildi. Bu dinə, İslam'a daxil olan, bu dini sevən ancaq müşriklərə qarşı düşmənçilik etməyən və ya düşmənçilik etdiyi halda onları təkfir etməyən və ya onlara mən müsəlmanam ancaq la ilahe illallah deyən şəxsləri bu kəlmənin mənası bilmədikləri halda desələr belə onları təkfir etməyə qadir deyiləm deyən və ya bu dinə daxil olan və bu dini sevən ancaq ibadət edilməsinə qarşı çıxmıram. Bununla belə onlara nə bir fayda, nə də bir zərər vermədiklərini bilirəm. Ancaq onlara qarşı çıxmıram deyən şəxsin hökmü nədir? Bu şəxs müsəlman deyildir. Müsəlman ola bilməsi üçün tövhidi bilməli, ona boyun əyməli, ona görə əməl etməlidir. Ha belə, Resulullahın sallallahu aleyhi və səlləmin xəbər verdiyi şeyləri təsdiq etməli, onun əmr və qadağan etdiyi şeylərdə ona itaat etməli və gətirdiyi bütün şeylərə iman etməlidir. Kim mən müşriklərə qarşı düşmənçilik etmirəm və ya onlara qarşı düşmənçilik edirəm, ancaq onları təkfir etmirəm və ya la ilahe illallah dedikləri üçün Allahın dininə qarşı düşmənçilik edib küfr və şirk etsələr belə onlara qarşı çıxmıram və ya qübbələrə qarşı çıxmıram deyən şəxs müsəlman deyildir. Əksinə belə bir halda olan şəxslər haqqında Allah Subhanahu Taala buyurur: Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər məhz onlar əsl kafirlərdir. Allah Subhanahu Taala müşriklərə düşmənçilik etməyi, onlara qarşı gəlməyi, onları təkfir etməyi vacib etmişdir. Bu haqda Allah-u Teala belə buyurmuşdur. Ey iman gətirənlər, mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın. Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib, sirrinizi açıb deyirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan qovub çıxartdılar. Mümtəhin surəsi 1-ci ayə. Ən doğrusun Allah Subhanahu Taala bilir. Sözlərin ən gözəli
Allah Subhanahu va Taala'nın kəlamıdır. Yolların ən doğrusu isə Muhammed sallallahu aleyhi və səlləm yoludur. Esselamu aleykum və rahmetullah və bərəkatuhu.